Şəmkirdə ötən gün dərədə meyti tapılan kişinin qətlə yetirildiyi məlum olub. Dəhşətli hadisə rayonunun Zəyəm Cırdaxan kəndində qeydə alınıb. Belə ki, kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyti yaşadığı evin yaxınlığındakı dərəli ərazidə aşkarlanıb. Dərhal hadisə yerinə rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, Zəyəm Cırdaxan kənd sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyev başından küt alətlə aldığı zərbədən ölüb. Məlumata görə 56 yaşlı kişinin yeniyetmə oğlu Canil Nəbiyev tərəfindən yatdığı yerdə küt alətlə bir neçə dəfə başından zərbələr vurularaq qətlə yetirilib. Bundan sonra hadisəni törədən yeniyetmə atasının meyitinin qanını yuyaraq onu torbaya salıb. Yaşadığı evin yaxınlığında olan dərəyə atıb. Daha sonra isə hadisə yerindən uzaqlaşıb. Əməkdaşlarımız hadisənin baş verdiyi Zəyəm Cırdaxan kəndində Nəbiyevlər ailəsinin yaşadığı evdə olublar. Mərhumun qardaşı bildirib ki, onun qardaşı ilə oğlunun arasında ara-sıra mübahisələr olub. Səbəb isə həmin şəxsin Azərbaycanda yaşamamaq istəməsi olub. Mən böyük oğlum bu yaxınında apardım oraya, Rusiya. Bu deyək, mən də yola sal, mən də gedim. Bu da deyən yola salmaq istəməyib ki, qal burada niyə gedirsən oraya. Ancaq ondan qabaq oğlunun oraya pasportu 14 yaşı bitdi, pasport almaq etmişdi. O Rusiya vətəndaşdır. 14 yaşında Rusiya pasportunu verirlər orada. Onu aparmışdı, mən də oradaydım. Dedi qal burada. Ayda 40 neçə min dedi pulu gəlirdi, onlarda yetim pulu verirlər. Burada 18 yaşına kimi öz pulu gəlir, uşaq pulu gəlir. 40 neçə min pul eləyir, kvartirada, 2 dənə kvartirası var orada. Birində mən qalıram, biri də bombalon boşdur. Dedi qal burada, əmənin yanında qal, xalan burada, qohumların burada qal, getmə. Rusiyada dedik ha? Rusiyada. Qalma dedi, yox sən harada, mən də orada. O cümdü maşına mindi də çıxdı gəldilər. Daha gəldilər burada. Burada sonra mən oğlum aparası oldum. Ayın 19 idi, bilet almışdım. Mən burada olmamışam. Yəni burada söylədilər ki, gündə şey edirmiş ki, mən də arzudan yola sal. Mən də gedim Rusiyaya. Amma nə mübahisələr olmuyor da? Yox, heç bir şey olmuyor, heç bir şey. Ancaq burada axır vaxtı deyir, bax onun üstündə gündə deyir, atasıyla dalaşırmış ki, mən də yola sal, qoy mən də arzudan gedim. Mərhumun qardaşı Elbrus Nəbiyev qeyd edib ki, qətli törədən Canil Nəbiyev digər qardaşı ilə əlaqəli şəkildə atasını öldürüb. Çünki Canil qardaşı ilə tez-tez əlaqə saxlayırmış ki, Rusiyaya getsin. Mərhumun qohumları bildirib ki, hadisəni törədən şəxs atasını öldürdükdən sonra yaşadığı evin həyətində bastırmaq istəyib. Lakin yer buz olduğu üçün yeri qaza bilməyib. Qətlə yetirilən şəxsin qohumlarının sözlərinə görə bir neçə gün imiş ki, Arif Nəbiyevdən xəbər olmayıb. Sonradan onlar eşidiblər ki, Arifin meyti evin yaxınlığında aşkarlanıb. Mərhumun qohumları bildiriblər ki, hadisəni törədən 2011-ci il təvəllüdlü Canil Nəbiyev qətli törədəndən sonra Rusiyaya qaçıb. Qeyd edək ki, qətlə yetirilən Arif Nəbiyev Rusiyada ailə qurub. Onun bu evlilikdən Dimitri Nəbiyev və Canil Nəbiyev adlı övladları var. Dimitri Nəbiyevin 23, Canil Nəbiyevin isə 15 yaşı olub. Mərhumun həyat yoldaşı, yəni uşaqların anası Rusiyada dünyasını dəyişib. Məlumata görə mərhum uzun müddət Rusiyada yaşayıb. Bir müddət öncə vətənə dönən zaman övladlarını da Azərbaycana gətirib. Onlar birlikdə Zəyəm Cırdaxan kəndində yaşayırmış. Bəzən Rusiyaya gedib gəlirlərmiş. 56 yaşlı kişinin meyti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.